Oğlu dünyaya gəlir, bir şairi çağırırlar, deyir, mənim oğlumun şəninə şeir yaz. Bu da şeir deyir onun üçün. Ərəblərdə belə şey var. 100.000 dirhəm nəqd pul verir, bir də mülk verir. Şair varlanır da bundan. Yəni, həyatı çönür. Bir dənə şeirlə, bir neçə beyt şeirlə. Həyatı tamam dəyişir. Bir neçə il keçir, hamama gəlir bu şair. Biri bunun belini kisələyir, bu da yadına düşür o şeiri ki, bunun həyatını dəyişən şeirdir. Başlayır o şeirin beytlərini oxumağa. Oxuyur, oxuyur, bu oxuyanda kisəsi yıxılır, gedir özünə. Özünə gətirirlər, deyir, nə oldu axı bu şeiri oxudun? Deyir, bu şeiri harada yazmışsan? Deyir ki, Yəhya Bərməkinin oğlu olmuşdu, bunu oxudum, bu qədər qazandım. Deyir, o biçarə oğul mənəm, mənim üçün yazmışsan o şeiri. Şimdi sənin belvə kisə çəkirəm. Budur, dünya.